demişəm Azər İşığı uğrudur. Yox, biz demişik ki, bu çıxılan pullar nəyə çıxılır? Mən soruşuram ki, bu pullar niyə çıxılır? Mənim başım çıxmır, mən mütəxəssis deyiləm. Mən cəmaata cavab verə bilmirəm ki, bu pul niyə tutulur. Çünki hərədən bir məbləğ tutulur. Mən dedim, sizin bir qurumunun əməkdaşı varsa, canlı yayıma zəng eləsin. Bizim efirə qonaq dəvət olunmur. Hətta biz sizə o şəraiti də yaradırıq ki, gəlsinlər, otursunlar burada, cəmaat mesajını yazsın, onlar da cavabını versin ki, nədir? Mənim evimdəki sayğac kartla deyil. Ona görə mən bilmirəm nə qədər tutulur. Bilmədiyim şey haqqında da ömür boyu danışmamışam, bundan sonra da danışmaram. Sizdən soruşuram ki, xahiş eləyirəm ki, bunu verilişdən əvvəl də bizim əməkdaşlar sizə zəng eləyib deyiblər ki, hörmətli Azər İşıq, belə problem var, bizə çox müraciət olunur. Bir canlı efirə qoşulun, bu cəmaat bilsin ki, pulum hara gedir. Efirdən sonra durub mənə ismarışlar göndərirlər. O mesajları mən burada yazıram, Rahil oxumur. Dünən özdə xahiş elədim ki, o qaynar xəttə gələn, dünən nə qədər işıqla bağlı bizə mesaj daxil olubsa, hamısını mən göndərdirmişəm Azər İşığa. Əcəb eləmişəm. Qoy görsünlər ki, bunlar real şikayətlərdir. Qoy görsünlər ki, bu cəmaatın dərdidir, problemidir. Yaxasını o yana çəkməklə deyil. Deyir ki, borçdan 80% tutulur. Borçdan deyir 80%. Nəyə əsasən sən vətəndaşın yüklədiyi məbləğin 80%-ni hər dəfərincəsində borca silirsən? Hansı qanunla əsasən? Dünyanın harasında var bu? Dünyanın hansı ölkəsində var ki, mən 20 manat kartıma pul yükləyim, işıq pulu, sən bunun 80%-ni götür, 1 manat mənim pulum qalsın, 1 manatda mən bir gün yandıracam. Səhər 20 manat yükləyirəm, sonra sən yenə 80%. Heç olmasa aylıq limit qoyun da buna. Cəmaat hər gün 20 manat pul qazanmır bu ölkədə. Baxın, görün cəmaat nə ilə ailə saxlayır, nə ilə ailə dolandırır, nə qədərini kommunala verə bilir.